Salam əziz tamaşaçılar, sizləri bu günləri gözəl bir ixtira ilə tanış edəcəm. Oktyabr ayın 1-dən 7-sinə qədər 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində Ekspo mərkəzində Mingəçevir Dövlət Universitetinin tələbələrinin çox gözəl bir ixtirası ilə tanış olduq. Onlarla sizləri də tanış edirəm. Dənin tələbəsi Turgut Həziyev. Salam əziz tamaşaçılar, bugünkü gün yenə də biz artıq oktyabr ayının 1-dən 7-sinə qədər başlayan Bakı Beynəlxalq Kitab Sərgisindəyik. Mənim özümün də bir Dodo stendində iştirak etdiyim üçün az vaxtım oldu ki, buraları gəzim dolaşım. Amma yenə də yolumun üstündə bizim Mingəçevir Dövlət Universiteti diqqətimi çox cəlb elədi. Öz gözəl bu yanğı söndürən robotları ilə. Ona görə də bugünkü gün məhz 7-sində bu son günümüzdə istəyirəm ki, 3-cü kurs tələbəsi olan Turgut Həziyevdən bu barədə geniş məlumat alaq. Bir də Turgut özünü təqdim elə. Hansı fakültə necə dindirək bu gözəl oğlanımızın, tələbəmizin? Mən Mingəçevir Dövlət Universitetinin Təhsil Fakültəsinin İngilis dili və ədəbiyyatı müəllimliyi ixtisasının 3-cü kurs tələbəsiyəm. Çox gözəl. Universitetimizin startup layihəsidir Bakı Expo mərkəzdə və 4 layihə ilə gəlmişik, hansı ki ikisi robotların sərgisinə ibarətdir. Birinci yanğın söndürmə robotundan başlayaq. Azərbaycanda yeganə universitetdir ki, belə bir layihə irəli sürüb və Çox maraqlıdır hətta. Bəli. Normalda bildiyimiz yəni oturmadır, durmadır, qalxmadır, gəzmədir və s. kimi əlavə funksiyalar əlavə eləmişik. Lakin bunun özəlliyi bundan ibarətdir ki, yanğın söndürmə funksiyasını, bir də xilas etmə funksiyasını yerinə yetirir. Bəli. Yanğın söndürən işçilər tərəfindən yanğın baş verdiyi əraziyə cəlb olunur və ora getdiyində alovdur, dumandır, tüstüdür. Onun arasından insanları detektor vasitəsilə müəyyənləşdirir və həmin əraziyə yaxınlaşır. O əraziyə yaxınlaşdığı müddətdə boru vasitəsilə, yəni su ilə bir növ yanğının bir qisminin qarşısını alır və bu da yanğın söndürən işçilərin ora daxil olmasına, rahatçılığına şərait yaradır. Hansı ki, bəzi yanğın olan ərazilər ola bilər ki, ora yanğın söndürən işçilər yəni daxil ola bilməz, amma bu robot ora daxil olacaq və bir növ onların işini yüngülləşdirəcəkdir. Belə bir robotumuz var. Hansı ki, bu da hər ikisi prototipdir. Bu da insanları salamlamadır, onlara kimisə təqdim etmədir, hər hansısa bir məlumat vermədir. Bəli. Süni intellektləşdirilmiş bir robotdur. Gəzir və hazırda belə deyim, ola bilər ki, belə bir layihələr çox ola bilər, lakin Mingəçevir Dövlət Universitetinin yeganə universitetdir ki, Mingəçevir Dövlət Universiteti tərəfindən Expo mərkəzdə belə bir layihələr təqdim olunur. Bu qədər. Mən neçə illərdir ki, bura gəlirəm, həqiqətən də çox diqqətimi cəlb elədi. Əl vururam, bu belədir, amma neçə gündür, əziz tamaşaçılar, əziz Dodo sevərlər, mən baxıram ki, bu yeriyir, uşaq kimi iməkliyir, əli, ayağı, bu materialı da elə material seçilməlidir ki, özü maraqlı orasıdır ki, Mingəçevir Dövlət Universitetinin tələbələri bunu icad edib. Mənim üçün çox maraqlıdır. Bizim o qədər alimlərimiz var, tələbələrimiz var ki, baş alıb gedirlər xaricə. Bu uşaqlar özüylə bunlara bir ödəniş olubmu? Yəni bunları nətər deyirlər, mükafatlandırılırlarmı? Bu bizim universitetin ilk layihəsi olduğu üçün biz bunu sərgidə nümayiş etdirməyimizin elə əsas məqsədlərindən biri də bundan ibarət idi. Düşünürük ki, bunların daha da layihələşdirilmiş formaları hazırlandıqdan sonra bunlar yəni şəhadətnamə ilə təqdim olunacaq. İndi isə bu robotun işləmə funksiyasını göstərək. Salamlama edir. Salamlama. Bəli. Yəni açıldıqdan sonra bir 5-6 saniyə belə gözləməliyik. Onun üçün Salam. gəzə bilir, dönə bilir. Sonra yəni belə. Sonra rəqs eləmədir və s. kimi funksiyaları var. Əsas funksiyası, əsas işi Əsas işi yanğını söndürmək və insanları xilas etmək.
Yani indi bizim bu iti kovanlar kimi yerdim ki bu da böyle bir güzel sisiyete malikti. Bəli. Bu ilk bizim Mingəçevir Dövlət Universiteti tələbələri bunu Bəli, belə bir layihə ancaq Azərbaycanda ilkdir. O da Baku Expo mərkəzdə bu il sərgilənir. Şəhid olur. Əziz Dodo severler. Budur ki ben sizlere de bunu yayacağım ki Mingəçevir Dövlət Universitetine bir köməyin değsin bir jurnalist olarak Dodo TV vasıtasını izleyebilirsiniz. Yangın söndürmek için bizi güzel klaskarımız. Ben tebrik ederim. Minnətdar. Sizin üniversitetin tələbələrine zihin açıqlığı arzulayıram. Ve arzum da budur ki, özüm de alitəsini üniversitet bitirmişim ki, hem uşaqlar mükafatlandırılsın ki, azıcık da olsa onlar gördüğü işe göre bir nailiyyət əldə edəndə daha da həvəslə beyinleri açılsın, daha da güzel kəşflər edebilsinler. Size de uğurlar diləyirəm. Əzlərim, bu neçə günlük qonşuyuz Dodo Stemfi'yle. Dodo Gazetesi'nin baş redaktörü, yazar jurnalist İradə Məlikova. Ben Mingəçevir Üniversitesi'nin bütün kolektifine ve bütün heyete, bütün müəllim ziyalılara teşekkürümü bildirdim. Tebrik ederim sizi. Gələminiz iti olsun, beyniniz, zihniniz açık olsun. Hoşça kalın.